Qaranlıq küçələrdən işığa gedən yol. Bu şəhər bizi böyütdü, dedi kişi kim ol. Sumqayıt. Qaranlıq küçələri əzbər bilirik, zülmətin içindən işıq silirik. Uşaq vaxtı daş döşəmədə böyüdük, aclıq, soyuq, dərd hamısını gördük. Hər addımda savaş, hər gündə risk. Hörmətli izləyicilər, artıq bugün Mini Futbolcu Azərbaycan çempionatında liqa mərhələsinə yekun vurulur. 15-ci, sonuncu tur dünən başladı, 4 oyun keçirildi, daha 4 maç isə bugün oynanılacaq. Bunlardan birincisində Zirə və Sumqayıt komandaları qarşılaşacaqlar. Hər iki tərəf play-offu təmin edib, Zirə liderliyi, birinci pilləni də təmin edib. Sumqayıtınsa hələ ki yeri dəqiq deyil, 5 yoxsa 6-cı olacağı bəlli deyil. Heyətlərlə tanış olacaq, ancaq daha əvvəl Azərbaycan Respublikasının dövlət himni səslənəcək. Azərbaycan Respublikasının dövlət himnini dinlədik. İndi isə artıq heyətlərlə tanış ola bilərik. Komandaların heyətləri: Zirə Bakı 1. Komandanın kapitanı Davud Kərimi, 12 Ağaseyid Qasımov, 99 Mamed Cəfərov, 11 Samir Həmzəyev, 13 Hüseyin Hüseynli, 14 Taleh Babayev, 17 İsa Atayev, 19 Ruzigar İbrahimzadə, 21 Ruslan Ağalarov, 22 Nurlan Mehdizadə, 23 Rəvan Kərimov, 10 Xətai Bağırov, 42 Kamran Abdullazadə, 97 Kənan Mirzəliyev, baş məşqçi Seymur Məmmədov. Sumqayıt 1. Elcan Sarıyev, 98 Elvin Əhmədov, 6 Amil Cəfərov, 7 komandanın kapitanı Emil Abbaszadə, 8 Xəyal Xudaverdiyev, 10 Süleyman Piriyev, 13 İmaməli Nağıyev, 19 Cavid Əliyev, 23 Yusif Rufullazadə, 50 Nihad Ağayev, 66 İbrahim Nağıyev,
72 Sahib Cümşüdov, 99 İlkin Vəlizadə, baş məşqçi Nicat Məhərrəmov. Oyunun hakimləri Knyaz Əmir Aslanov, Hikmət Qafarlı. Hörmətli izləyicilər, qeyd etdiyim kimi Zirə artıq birinci pilləni liderliyi təmin edib, onların ikinci pillə ilə, birbaşa ilə 5 xallıq fərqləri var və artıq rəqibləri də bəllidir. Zirə play-offda Din İdman Cəmiyyəti ilə qarşılaşacaq. Sumqayıt isə hazırda 5-ci sıradadır. 14 oyun, 8 qələbə, 3 heçəçə, 3 məğlubiyyətlə 27 xal toplayıb onlar. Ancaq 4-cü pilləyə yüksəlmək şansları olmasa da 6-ya düşə bilərlər. Əgər bugün məğlub olsalar və Buxar birbaşanı məğlub etsə, belə bir ehtimal var. Təbii ki, hər iki tərəf bunu yaxşı başa düşür. Həm də burada neçənci pilləni tutmaqdan əlavə bir məsələ də var ki, Zirəni liqa mərhələsində büdürədən komanda olmayıb 14 tur ərzində. Sumqayıt bugün bunun üçün çalışacaq, mübarizə aparacaq. Sumqayıt 5-ci pillədə bitirərsə, liqa mərhələsini bu zaman onlar Galaxy ilə qarşılaşacaqlar play-offda. 6-ya düşsələrsə rəqibləri az-nur ola bilər. Fit səslənir və Zirə Sumqayıt oyunu başladı. Maraqlı bir maç bizi gözləyir. Topla Zirə futbolçularda. Ruzigar İbrahimzadə. Məğlubiyyətsiz Zirə növbəti oyununda. Görək hansı nəticə qeydə alınacaq? Cavid Əliyev topladı. Ondan geriyə Süleyman Piriyev. Emil Abbaszadə ilə Sumqayıt hücum qurmağa çalışır, ötürmək geriyə. Elcan Sarıyev bugün kapitanlıq sarğısı Elcanın qolundadır. Hüseyin Rəvan yoxladı. İmaməldən qayıdır top. Sumqayıt keçən turda birbaşaya uduzdu. Amma Elcanın orada baxımlı qolu var idi. İndi Samir Həmzəyev ilə Zirə həmləsi. Samir Həmzəyevdən türmə, Caha, Hüseyin Hüseynli, Kənan zərbə vurur. Top meydandan çıxır. Qapıdan zərbə. Elcan Sarıyev topu oyuna daxil etdi. Ötürmə pis alındı. Top meydandan çıxır. Out. Ağaseyid Qasımov. Hüseyin Hüseynli. Rəvan Kərimov'da topla. Rəvandan ötürmə Kənana. Kənan Mirzəliyev. Hüseyinə ötürdü topu. Hüseynli baxdı ətrafına. Samirlə oynadı. Samir Həmzəyev Sağcaha. Yenidən Hüseyinli topla. Ruzigar İbrahimzadə. Qeyd etdim, 2 cüt bəllidir play-offda. Bunlardan biri Zirə Din İdman Cəmiyyəti, digəri isə birbaşa Bakı Lənkəran cütüdür. Ağaseyiddən ötürmə keçmədi. Cavid qarşısını kəsir, amma Cavidin zərbəsi qeyri-dəqiq alındı. Top oyuna daxil edilir. Samir Həmzəyev. Ötürmə Rəvan. Samir. Samir Həmzəyev. Top itkisi. İmaməli ötürmə. Cavidi düşündü, amma sürətli alındı ötürmə. Top yenidən Zirədə. Kənan Mirzəliyev. Oyun o qədər də sürətli başlamayıb. Sumqayıt qismən qapanıb. Zirə isə top gəzdirir, boşluqlar axtarır. Burada top meydandan çıxdı. Out. Sumqayıtın. İmaməlin Ağayev. Cavid. Orada Ruzigar təzyiq etdi, top almağa çalışdı. İmaməli sağ irəliyir topla. İmaməli Kənan qarşısını kəsdi. Topu uzaqlaşdırdı. Samir Həmzəyev onu qabaqladı Elcan. Top meydandan çıxır. Out Zirənindir. Rəvan Kərimov altı yerinə yetirəcək. Rəvan ötürmə. Ruzigar. İbrahimzadə.
Ötürmə yaxşı alındı. Kənan qapı qarşısına. Hüseyin topu qapıdan keçirə bilmədi o epizodda. Tura dünən start verildi. 4 oyun başa çatdı. Nəticələri xatırlayaq. Lənkəran Lerikevlə 6-3. Galaxy 8 Bakı 145 4. Cənub Storm 4. Din İdman Cəmiyyəti 5. Gecənin turun oyunu idi bəlkə də. Və Siyəzən 5, Aznur 9. Bugün keçiriləcək oyunlar. Hazırda Zirə Sumqayıt maçını izləyirik. Ardınca birbaşa Buxar, Star Bakı, Gənclər Birliyi və Borçalı Atəşgah Suraxanı maçları var. Ağaseyid Qasımovdan irəli ötürmə. Süleyman geriyə çəkilir. Ötürür qapçıya Elcan. İrəlidə əslində iki komanda ulaşı var idi. İndi ötürür Cavid. Emilə imkan vermədi orada Hüseynli. Yaxşı oynadı. Xətai Bağırovdan sağa. Nurlan Mehdizadə. Nurlan və gol! Hesabı açır. Zirə. Sumqayıtla maçda Nurlan Mehdizadə fərqlənir. 5-ci dəqiqədə Zirə hesabda irəlidədir. Zirə oyunda hesab açır. Golun müəllifi 22 nömrəli oyuncu Nurlan Mehdizadə. Xətai Bağırov ötürdü topu Talihə. Talih Babayev, Cahar, Ruslan Ağalarov yenidən Nurlanı düşündü orada. Top meydandan çıxır. Sumqayıtındır deyir hakim. Elcan Sarıyev, Elcandan irəli ötürmə Nihat istiqamətində yaxşı idi. Bir qədər yüksəkdən alındı. Nihat topa toxunsa da sonda top Ağaseyid Qasımovda qalır. İsa Atayev. Ağaseyid Qasımov. Qasımovdan irəli. Orada Nihat da, Xətai da topa toxundu. Sonda top Elcandaydı. İndi Emil tək toxunuşla topu cinaha ötürmək istədi. Toxunuş o qədər də uğurlu alınmadı. Ruslan Ağalarov, Nurlan dərhal zərbə vurdu. Elcandadır top. Elcan Sarıyev. Süleyman, Elcan. Sola, İmaməli. İmaməlidən ötürmə, Talih. Top meydandan çıxır, küncdən zərbə olacaq. İlkin Vəlizadə korneri yerinə yetirməlidir. İlkindən ötürmə, Nihat qarşısını kəsdi. İndi İlkin, Nihat və Ağaseyid topu götürür. Dərhalda oyuna daxil edir. Sağda boşluqlar Xətai irələdi. Qapı qarşısındaydı ancaq Ruslan özü zərbə vurdu, dəqiq alınmadı. Elcan Sarıyev. Süleyman Piriyev, yenidən Elcan, Süleyman, sağa, İmaməli. Ötürmə qeyri dəqiq alınır, top meydandan çıxır, out. İsa Atayev. Ağaseyid, Qasımovdan sağa, Talih. Talih Babayev, Babayev irələdi. Ötürmə Nihad Ağayev qarşısını kəsdi. Sumqayıt hücumu Nihada Talih imkan vermədi ötürmə etmək üçün. Nurlan. Ötürmə bir qədər narahat alınsa da top qaldı zirədə. İsa Atayev, Ruslan Ağalarov. Ağalarov, Xətai Bağırov. Xətai. Orada özü üçün yaxşı imkan yaratdı zərbə vurmaq üçün. Ancaq Elcan Sarıyev bu zərbəni dəf edir. Küncdən zərbə, Xətaydan ötürmə, İsa zərbə vurur, top qapının üstündən keçir. Elcan. Ötürmə, Ruslan, İsa. Orada əl oyuna işarə edir hakim. Topu oyuna Sumqayıt futbolçular daxil edəcəklər. Xəyal Xudaverdiyev topun yanındadır.
Fit səslənir, Xəyal gəlir, Xudaverdiyevin zərbəsi İsa Atayevə dəydi top və meydandan çıxdı. Out. İsa zədələndi bu epizoddan sonra, əvəzləndi. Elcan Sarıyev, Elcan təzyiq var idi, Talih orada. Top irəli vurdu, yenidən Elcandadır top. Elcan Sarıyev, təzyiq Samir və İmaməlidə qalır top, qayda pozulmamışdı. Nağıyev özünü çatdırdı, orada komanda yoldaşının səhvini sığortaladı. Elcandan irəli ötürmə, Ağaseyid Qasımov topu götürür. Ruzigar, İbrahimzadə topla irələdi. Xətai Bağırov. Ağaseyid, Xətai yenidən topladı. 10-cu dəqiqə. Başa çatırması da burada Ağaseyid yaxşı yayındı rəqibindən. Qasımovdan ötürmə, Ruzigar alınmadı, istədiyi toxunuşu edə bilmədi topa. Zirənin 1-0'lıq üstünlüyü var. Nurlan Mehtizadənin vurduğu golla. Süleyman, Elcan ötürmədə səhv yol verdi. Rəvan daha bir pas vurmadı. Zirə futbolçuları bu səhvdən yararlanmadılar. Burada qayda pozulmayıb, oyun davam edir. İmaməlidən ötürmə, Cavid topu orada yuxarı qaldırmağın bir mənası yox idi. Daha yaxşı ötürmə etmək olardı. Əllə oyun. Qarşılıqlı səhvlər izləyirik bu dəqiqələrdə. Kənan, Ağaseyid. Ötürmə, Kənan yenidən topladı. Rəvanla oynadı. İmaməli ötürmənin qarşısını kəsdi. Hüseyin Hüseynlidə top. Samir Həmzəyev. Samirdən geriyə. Kənan Mirzəliyev. Samir yenidən topladı. Samir Həmzəyev keçməyə çalışdı. Alınmadı. Ötürmə, Ruzigardadır top. İmaməlinin təzyiqi var. Xəyal. Xudaverdiyev. Qayda pozulub Xəyala qarşı. Cərimə zərbəsi olacaq. Sumqayıt futbolçular top oyuna daxil edəcəklər. İmaməli Nağıyevdədir top. Ötürmə Elcana, Elcan Sarıyev. Baxır qapıya Elcan. Zərbə alınmadı. Hüseyin Hüseynli qarşısını kəsdi. Out. Süleyman Piriyev. Yenidən Elcan. Elcan Sarıyev. Elcandan daha bir cəhd. Qarşıladılar yenə də. Geriyə Süleymandan. Top yenidən Elcanda. Nihad Ağayev Elcana qaytardı topu Sarıyevdən irəli. Bugün Elcanın ötürmələri öyrəşdiyimiz, alışdığımız kimi deyil. Adətən bu qədər çox ötürmə səhv etmir Elcan. Elcan topu saxladı. Meydanda götürdü. İrəli. Ötürmə isə dəqiq alınmadı. Hüseyin Hüseynli. Ağaseyid Qasımov. Ağaseyid keçir mərkəz xətti. Sağcan ötürmə. Kənan Mirzəliyev. Yerdən Ağaseyid. Hüseynli. Ağaseyid Qasımov. Orada Süleyman aldı topu. Piriyev irəliyir. Süleyman! Gol! Piriyev hesabı bərabərləşdirir oyunun 14-cü dəqiqəsində. Zirə 1, Sumqayıt 1. Süleyman Piriyevin vurduğu golla. Hüseyin Hüseynli, Hüseyin'dən ötürmə keçmədi.
Sumqayıt oyunda hesabı beraberleştirir. Golun müəllifi 10 nömrəli oyuncu Süleyman Piriyev. Nihad Ağayev ötürmə İmaməli zərbə vurmağa çalışdı, alınmadı, 50 oyuna etiraz etdi, hakim davam dedi. İndi Ruzigar İbrahimzadə ilə sol cantdan Zirənin hücumu, Ruzigar keçməyə çalışdı orada. Süleymanı top meydandan çıxır. Out Sumqayıtındır. İmaməli. Elcan. Elcan Sarıyevdən irəli ötürmə. Rəvan qarşıladı. Kənan. Hüseyin Hüseynli. Top. Elcandadır. Elcan Sarıyev. İmaməli Naxiyev. Elcan. Sarıyevdən irəli ötürmə. Xəyal başla. Topa toxunur. Ağaseyid götürdü topu. Top Ruzigarın ayağının altından keçir, meydandan çıxır, out. İmaməli, Elcan, Elcan Sarıyev, Süleyman Piriyev geriyə. Elcan yenidən topladı, Elcan Sarıyev. Elcan irəliyir topla, Elcan Sarıyev. Bitirmədi, döndü, İmaməli ilə oynadı, İmaməli Nağıyev. İmaməlidən qapı qarşısına çox yüksəkdən alınır top. Meydandan çıxır. Ağaseyid Qasımov. Ötürmə, top Xətayıya çatır, Xətayı Bağırov, daha bir pas, Ruslan, zərbə, Nurlandan qeyrdəyə qalınır. Top meydandan çıxdı. Elcan Sarıyev. Topladı Elcan. Ötürmə İsa. Xətayı Bağırov. Oy oy oy. Talih və gol. Talih. Zirəni yenidən hesablayır, el çıxarır. İlk zərbəni Xətayı Bağırovun zərbəsini Elcan dəf etsə də Talihin zərbəsi, Talih Babayevin zərbəsi qarşısı alınmaz oldu. 2-1 Zirə yenidən hesablayır əldə. Zirə yenidən hesablayır ələ çıxır. Bu dəfə 14 nömrə oyuncu Talih Babayev fərqlənir. Xətayı Bağırov 6 yerinə yetirir, ötürmə. Ruslan Ağalarov. Ağaseyid Qasımovla oynadı. Ağaseyid, Ruslan, Talih Babayev. İsa. Atayevdən ötürmə Talihə. Talih Babayev. Ağaseyid. Talih. Talih Babayev. Top verərlədi. Onun ötürməsi. Nihad Ağayev çıxarır topu meydandan. Out. İsa Atayev. Atayev top verərləyir. Ruslandan geriyə Ağaseyid Qasımov. Solcuha İsa Atayev. Əla bıraxdı orada topu Nurlan. Ötürmə Talihdən. Xətayının zərbəsi dəqiq alınmadı. Elcan Sarıyevdən yaxşı ötürmə. Bir qədər dəqiq alınmadı. Yaxşı görmüşdü boşluğu, amma ötürmə yaxşı alınmadı. Emil Abbaszadə ötürmə qapı qarşısına, zərbə alınmır. Cavid orada fərqlənməyə yaxın oldu. Sonda da top meydandan çıxmadı.
hesabı növbəti dəfə bərabərləşdirə bilərdilər. İndi də imkan var amma Ağaseyid. Qasımov inanılmaz oynadı. Hücum davam edir. Ötürmə Emilə. Abbaszadə, Emil, Süleyman oynayır. Piriyev. Yeni Ağaseyid. Daha bir zərbə. Gol! Cavid Əliyev. Hardan keçsi top. Cavid. 2-2 olur hesap. Əla bir hücum izlədi. Sumqayıtdan ardıcıl zərbələr. Ağaseyid tərəfindən dəf olunsa da sonda qarşı alınmaz, dəf edilməz zərbə vurdu Cavid. İmkansız idi bu topu çıxarmaq. Sumqayıt növbəti dəfə hesabı bərabərləşdirir. Qolun müəllifi 19 nömrəli oyuncu Cavid Əliyev. İsa Atayev topladı. İsa sol jantar irəliyir. İsa Atayev Amildən. Orada top Amilə dəymişdi. Emil irəli oynadı. Ruslan təzyiq var indi Ağaseydə. Qasımov topu irəli vurdu. Süleyman Piriyev riskə getmədi. Topu çıxardı meydandan out zirənində. İsa, Cavid. İsa yenidən topladı. İsa Atayev, Xətai Bağırov, İlkin izləyir onu. Xətai getdi sol canaha. Ötürmə yenə Süleyman çıxardı topu meydandan out. Ağaseyid Qasımov. İsa Atayev. Cavid təzyiq etdi. Aldı topu Cavid. Ötürmə, zərbə, gol! Gol, 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 gol! Gol! İlkin! 3-2. Əla bir hissə izləyirik. İkinci hissə çox maraqlıdır. Necə olacaq? İlk hissədə isə artıq 5 gol izləmişik. Sumqayıt 2 dəfə hesabı bərabərləşdirdikdən sonra hesabda irəlidə çıxır. İlkin Vəlizadə 3-cü topun müəllifidir Sumqayıtda. Sumqayıt komandası oyunda ilk dəfə hesabda irəli çıxır. Qolun müəllifi 99 nömrəli oyuncu İlkin Vəlizadə. Ruzigar topladı. Ruzigarın zərbəsi geridə qalınır. Top meydandan çıxdı. Elcan. Hüseynli. Orada Kenan irələməyə çalışdı. Alınmadı. Fit səslənir. Qayda pozulub. Cəlmə zərbəsi yerinə itiriləcək. Kənandır topun yanında. Fit səslənir. Kenan ötürmə geriyə. Ruzigar zərbə. Rəvan və Elcan topu götürür. Ağaseyid Qasımovdadır top. Ağaseyid, Kenan. Ötürmə qapı qarşısına Emil topu uzaqlaşdırır. Kenan Ağaseyidlə oynadı. Ötürmə Ruzigar, Rəvan və Elcan. Elcan əl oynadı. Sarıyev komandasını qoldan xilas etdi. Ötürmə qapı qarşısına dəqiq alınmadı. Ruzigar İbrahimzadə. Ötürmə Hüseyin təzyiq var idi orada. Qayda pozuldu. Qayda pozulmuşdu.
Zirə indiyə kimi yalnız bir dəfə hesabda geridə olub. O da Lerik Əvilə ilə maçda 3-cü dəqiqədə Fuad Hüseynov fərqləndikdən sonra Lerik Əvilə hesabda irəli çıxıb. Ardınca isə Zirə geri dönüş edərək qələbə qazanıb. Ondan sonra heç bir maçın heç bir dəqiqəsində hesabda geri düşməyib Zirə. Bərabərlik olub, heç-heçələr olub, ancaq müəyyən dəqiqələrdə təbii ki. Ancaq yalnız Lerik Əvilə ilə maçda qısa bir müddət hesabda geridə olub Zirə komandası. Ötürmə. Nihad Ağayev özünü topa çatdırdı. Nihad, Emil oynamaq olar. Top özü çatdı Emilə, amma yox. Top meydandan çıxır. Həmin müddət 7 dəqiqə çəkib cəmi. 3-cü dəqiqədə qol buraxıb, 10-cu dəqiqədə hesabı bərabərləşdiriblər. 7 dəqiqə yalnız hesabda geridə olublar. Neysə bu maçın 21-ci dəqiqəsindən etibarən hesabda geridədirlər Zirə futbolçuları, Zirə komandası. Rəvan Kərimov Rəvan sol cəhətdən irəlilədi, ötürmə Hüseyin, Xəyaldadır top, əks hücum Sumqayıtdan, sağda Süleyman, solda Nihad gedir, Xəyal ötürmə Nihada, Nihad Ağayev, qapı qarşısına ötürmə keçmədi Ruzigar. ...25 dəqiqə bitib maçda. Out Sumqayıtın. Nihad Ağayev. Ötürmə, zərbə, Samir düzgün yerdə, düzgün vaxtda müdaxilə etdi topa. Daha bir out. Süleyman Piriyev. Və fit səslənir beləliklə. Maçın ilk hissəsi başa çatır, hörmətli izləyicilər. İlk dəfədir ki, fasiləyə məğlub durumda yollanır Zirə. Bu hal ümumiyyətlə ilk 14 turda baş tutmamışdı. Biz də fasiləyə ayrılırıq, hörmətli izləyicilər. İkinci hissədə yenidən görüşərik. Qaranlıq küçələrdən işığa gedən yol. Bu şəhər bizi böyütdü, dedi kişi kim ol. Sumqayıt. Qaranlıq küçələri əzbər bilirik, zülmətin içindən işıq silerik. Uşaq vaxtı daş döşəmədə böyüdük, aclıq, soyuq, dərd hamısını gördük. Hər adımda savaş, hər gündə riskə batırsan ya qalxırsan, başqa yol yox bil. Bu şəhər bizi Polad kimi bərk edib, zəifi əzməyi yox, qalxmağı öyrədib. Bu həyat renkli, biz döyüşçüyük, nə qorxu tanıyırıq, nə geri çəkilik. Ürəyimizdə o, damarımızda qan, Sumqayıt adını bizi yaşadan. Qan, tər, göz yaşı hamısı meydanda, biz uduzmalı tanınırıq bu dünyada. Sumqayıt ruhu damarımızda var, düşəkdə qalxarıq, biz sımarıq qardaş. Qan, tər, göz yaşı qələbə yolunda, bu forma müqəddəsdir, canımız onda. Biz buradayıq. Hörmətli izləyicilər, olduqca maraqlı ilk hissə izlədik. Zirə Sumqayıt maçında ikinci hissə qolla başlaya bilərdi. Fasiləyə Sumqayıt 3-2 hesabı ilə üstün yollanıb, qolları Zirədə Talih Babayevlə Nurlan Mehdizadə, Sumqayıtda isə Süleyman Piriyev, Cavid Əliyev və İlkin Vəlizadə vurublar. Top meydandan çıxdı. İsa Atayev. Ötürmə Ağaseydə. Qasımov. İsa Atayev. Ağaseyid Qasımov yenidən İsa ilə oynayır. Atayev, Ağaseyid Qasımov təzyiq aydı, topu uzaqlaşdırdı. Out Sumqayıtın. İmaməli Nağıyev. Ötürmə İsa Atayevdən çıxdı top. Yoxsa yox, qapıdan zərbə. Qapıdan zərbə. İsa Atayev ötürmə, Süleyman gözlədi topu meydandan çıxmasına. Out Sumqayıtındı.
Süleyman. Talih, Nurlan, sola, Kamran, Abdullazadə geriyə oynuyor. Ağaseyid Qasımov. Ağaseyid. Baxdı irəli. Qasımov, sağ cəha, Xətai Bağırov. Xətai, Süleyman top almağa çalışdı. Bağırov itirmədi. Döndü Xətai. Baxdı ətrafına. Geriyə oynadı Ağaseyid Qasımov. Ağaseyiddən ötürmə Xətai, Nihad Ağayev, Cavid, Süleyman. Süleyman irəliyir. Süleyman! Piriyev zərbə vurur. Ağaseyid Qasımov çıxarır topu. İlkin Vəlizadə. İlkindən ötürmə. Zərbə Nihad! Yaxşı ev tapşırıq idi. Ağaseyid götürdü topu. Xətai Bağırov. Xətai Bağırov. İsa'dadır top. İsa Atayev ötürmə. Kamran. Kamran! Təhlükəli idi. Kamranın zərbəsi təhlükəli oldu. Top qapıdan aralı keçir. Elcan Sarıyev topu oyuna daxil etdi. Başla. Qarşıladı orada Talih. İmaməli ötürmə Nihad Ağayev və Talihin bu toxunuşu kritik alındı. Cavid, Nihad orada ilkin özünü çatdırmağa çalışır. İsa Atayev, Nurlan. Nurlan Mehdizadə, Süleyman oldu topu Süleyman. Nihad Ağayev itirmədi. Nihad geriyə Elcan. Sarıyevdən irəli ötürmə, Nihad Ağayev indirdi topu yerə, top çıxmadı meydandan. Ancaq Zirə futbolçuları alırlar topu. Kamran sağa, Xətai. Bağırovdan ötürmə Kamran istiqamətində, Kamran Abdullazadə. Abdullazadə çatdı topu önündə Süleyman Piriyevdir. Qapı qarşısına, İmaməli qarşısını kəsir. İmaməli, Nağıyev topla irəlilədi, ötürmə, keçməsə də top qaldı Caviddə. Sol caha, Süleyman Piriyev ilkin özünü göstərdi. Süleyman Piriyev geriyə, gec qoşuldu hücum orada. Nihad. Cavid sağa, İmaməli irəliyir, Nağıyev ötürmə qapı qarşısına, Talih və out Sumqayıtın. İlkin Vəlizadə ötürmə qapı qarşısına, Kamrandan çıxır top, küncdən zərbə. Cavid. Nihad Ağayev indirir topu. Süleyman Piriyev Ağayevdən geriyə. Elcan Sarıyev. Topla çıxdı irəli Elcan. Sarıyevin zərbəsi Ağaseyid topu götürdü Qasımov. Dərhalda başladı. Nurlan Mehdizadə pauza verməli oldu. Geriyə ötürmə İsa Atayev. Atayev. Ağaseyid Qasımov. Baxır qapıya Ağaseyid Qasımov. Qapçılar son zərbələrin müəllifləridir. Əvvəl Elcan yoxladı, ardınca Ağaseyid. Elcandan irəli ötürmə, başla. Qarşıladılar. İndi ilkin Nihad top istəyir. Ötürmə keçmədi. Talih mani oldu. Ağaseyid, Talih. Babayev ötürmə dəqiqdir. Kamran Abdullazadə. Kamran İmaməli çıxdı irəli. Mani oldu rəqibinə. Qayda pozulub deyir hakim. Dəyişikliklər zirədə. Hüseyin Hüseynli geriyə. Rüzgar İbrahimzadə. Sağa Elcan vaxtında çıxdı irəli. Süleyman, Elcan harda oynayır? Elcan. İmaməli dərhal irəli oynadı. Yaxşı çıxdı bu çətin vəziyyətdən Sumqayıt. Cavid. Süleyman dərhal irəli, keçmədi top, Samir Həmzəyev, Həmzəyevdən sağa, Kənan! Mirzəliyev, top qapıdan aralı keçir. Elcan Sarıyev. Elcandan ötürmə, başla, indi qapı qarşısına, Kənan çıxarır topu, out. Cavid başladı. İmaməli. Elcan.
Daha doğrusu orada Süleyman idi ötürməni verən. İmaməli sağda top gözləyirdi. Out. Ağaseyid. Ruzigar İbrahimzadə. Ruzigar. Ötürmə Ağaseyid. Qasımov, Rəvan, Kərimov. Xəyal ötürmənin qarşısını kəsdi. Cavid. Ötürmə dəqiqə alınmır. Rəvan, Kənan, Ruzigar, İbrahimzadə. Ötürmə dəqiqdir, amma Rəvan Hüseyni düşündü. Ötürmə onda dəqiq alınmadı. İndi İlkin Vəlizadə istiqamətində düşünmüşdü İlcan. Topu meydandan çıxardılar, out. İlkin gözləyir orada Süleymanı. Piriyev altı yerinə yetirəcək. Süleyman Piriyev. Ötürmə orada qapı qarşısına. Out. Növbəti out. Sumqayıt üçün. Süleymandan daha bir pas. İmaməli. Zərbə alınmadı. Qapıdan zərbə olacaq. İkinci hissədə qol izləməmişik. Fasiləyə komandalar necə yollanmışsa həmin hesabda davam edir. Kənan, Rəvan. Rəvan Kərimov. Ötürmə Samir Həmzəyev. Samir. Sağa. Kənan Mirzəliyev. Samir Ruzigar'la oynadı. Ruzigar İbrahimzadə zərbə imkanı axtardı. Topu uzaqlaşdıra bildilər oradan. Ağaseyid Qasımov. Hüseynli Ruzigar. Yenidən top Ruzigar'da geriyə. Cavid qarşısını kəsdi ötürmənin. İrəli. Vurdu topu. Ağaseyid orada da yerindədir. Ağaseyid Qasımov. Topu meydandan çıxardı. Zədəli oyuncu olduğu üçün. Out yerinə itiriləcək. Emil Abbaszadə qaytaracaq topu Zirəyə. Belə də etdi. Ruzigar İbrahimzadə. Sol canaha Hüseyn Hüseynli. Hüseyn toplar əliyir. Ötürmə. Rəvan. Korner olacaq. Top İmaməlidən çıxıb. Rəvan Kərimov. Kənan Mirzəliyev. Ağaseyid Qasımov. Qasımov topladı. Qasımov və Elcan topu götürdü. Baxır qapıya Elcan. Sarıyev zərbə vurur. Elcan! Gol! 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 Elcan Sarıyev! Mükəmməl gol! Əla gol! Sarıyev! Ayın golu! Mövsümün golu! Elcan Sarıyev! Qapı boş olarkən uzaqdan çox zərbələr izləmişik. Amma belə dəqiqini, belə trayektoriya ilə gedən topu, belə qolu nadirən görmək olar. İndi Samir Həmzəyev top meydandan çıxır. Rəvan topu oyuna daxil etdi. Ruzigar zərbə vurdu. Elcan çıxardı topu. Out. Ruzigar İbrahimzadə. Sola Kənan. Hüseyin qapı qarşısına. Samir topu toxuna bilmədi. Rəvan. Kərimov vurdu. Orada Samirə yoxsa Emilə dəydi. Emilə dəyib top. Out. Ruzigar İbrahimzadə. Nihad Ağayev təzyiq etdi, orada almağa çalışdı. Top hələ də Ruzigarda. Rəvan, Kərimov, təzyiq Ağaseydə. Ağaseyid Qasımov, Samir Həmzəyev. 3 futbolçu var orada.
Necə pressing edir, necə təzyiq edir Sumqayıt. Ağa Seyid Qasımovdan irəli Nihad qarşıladı. Ağayevdən daha bir zərbə, uzaqdan daha bir gol izləyə bilərdik. Top fırlanır, çıxır meydandan. Düzdür, Ağa Seyid çatdı da bilərdi, gördü topun trayektoriyasını. Xətay Bağırov. İmaməli ötürmə Xəyala, Xəyal sürətdə qabaqlamışdı Talehi, ancaq ardını gətirə bilmədi. Top meydandan çıxdı, dərhalda başladılar. Kamran Abdullazadə, Taleh, Babayev, Babayevdən ötürmə Kamran Abdullazadə, Süleyman çıxarır topu meydandan, out. Kamran, Ağa Seyid Qasımov, Kamran Abdullazadə, geriyə Ruslan, Ruslan Ağalarov, Ağalarov döndü, Ağa Seyid Qasımovdan ötürmə, Süleyman Piriyev çıxardı top meydandan, out. Çox yaxşı təzyiq edir Sumqayıt. Amma bunu oyunun sonuna qədər edə biləcəkmi? Hələ 12 dəqiqə var maçın sonuna. Kamran Abdullazadə, Ruslan Ağalarov, Xətay Bağırov, Xətayı, Ruslan, Taleh, Kamran, orada Emil mani oldu, top çıxır meydandan, out, Sumqayıtın da. İmaməli Nağıyev, ötürmə Emil, endirir topu, Ruslan oradaydı, Taleh, Ruslan Ağalarov, Ağalarov, geriyə Kamran Abdullazadə, Taleh, Babayev və gol vurmaq olardı burada, alınmadı, amma qayda pozulub. Qayda pozulub, qərar Sumqayıtın lehinədir. Qayda pozulmuşdu İmaməliyə qarşı. Qalxır ayağa İmaməli Nağıyev. Elcandan irəli ötürmə, top meydandan çıxır. Emil orada təzyiq etdi, aldılar topu Sumqayıt futbolçuları, amma bu dəfə qayda pozuntusu qeydə alınır. Maç bu cür yekunlaşarsa, Sumqayıt qalib gələrsə, artıq bütün cütlər bəlli olacaq. Zirə Dinidman Cəmiyyəti, birbaşa Bakı, Lənkəran, Galaxy, Sumqayıt və Aznur Buxar cütlər olacaq. Elcan Sarıyev. Elcandan ötürmə. Top meydandan çıxır. Xətay Bağırov. Geriyə Ağa Seyid Qasımov. Kamran. Xətayı. Bağırov, orada Nihad təzyiq edir, Nihad izləyir Xətay Bağırovu. İmaməli, Emilə dəydi top, Xətayda qalır, Xətay, Bağırov, Bağırov zərbə vurur, İmaməli Nağıyev çıxarır topu. İsa, Atayevdən sağa.
İndi qarşılıq var orada. Etirazlar da var. Samir. Top direğin yanından keçir. Burada etirazlar var Sumqayıt tərəfindən. Qayda pozuntusu olduğunu bildirirlər, ancaq sarı vərəqə göstəriləcək Nicat Məhərrəmova. 42-ci dəqiqənin tamamında Sumqayıtın baş məşqçisi Nicat Məhərrəmova sarı vərəqə göstərilir. Rəvan Kərimov ötürmə İsa Attayevin zərbəsi. Bir dəqiqə alınır, qapıdan zərbə olacaq. Elcan Sarıyev. Elcandan ötürmə maraqlı alınmışdı. Qarşıladılar. İndi Elcan Sarıyev çıxardı topu meydandan. Out zirən indi geri qayıdır. Sumqayıt futbolçuları Kənan Mirzəliyev. Kənan geriyə. İsa Atayev. İmaməli qarşısını kəsdi. Qapı boşdu İmaməli. Dəqiq alınmır zərbə. Bu cür cəhd 3 dəfə olub. Yalnız biri qol olub. Onda da Elcan vurub. Elcan Sarıyev. Nihat Ağayev aldı topu. Nihat Ağayev qayda pozuntusudur bu. Kobud oynadı Kənan Mirzəliyev. Cərmə zərbəsi olacaq. Görək cərmə zərbəsindən necə yararlanacaq Sumqayıt komandası. İndi Nihat gəlir. Ağayev zərbə vurur Süleymana, dəydi top. İlkin Vəlizadə, Emil, Abbaszadə, Süleyman, İlkin, Emil. Qaçırdı Emil Abbaszadə. Ötürmə Hüseyin Hüseynli İmaməli qarşısını kəsdi. Qayda pozulub İmaməli Nağıyevə qarşı. Daha bir cərmə zərbəsi. Süleyman Piriyev topun yanında. Süleyman Piriyev. Yaxşı hiləgər zərbəydi Ağı Seyid. Çıxardı bu topu oradan. Out. İlkin. Süleyman Piriyev. Zərbə alınmadı Nihatda. Rəvan Kərimov. Rəvan Emili keçməyə çalışdı. Alınmadı, qaydanı pozmuşdu deyəsən. Və qol! Nihat Ağayev! Emilə qarşı qayda pozulsa da sona dək oynadı. Aldı topu. Ötürdü komanda yoldaşına və Nihat Ağayev. Hesabı 5-2'dir. Daha bir gol Sumqayıtdan. Nihat Ağayev 46-cı dəqiqədə hesabı 5-2'ye çatdırır. Sumqayıtın 5. golunu Elcandan irəli ötürmə. Ağa Seyid topu götürür. Ağa Seyid Qasımov. Emil sağa, İlkin.
Talih Babayev Rəvanla oynuyor. Rəvan Kərimov, Rəvan, zərbə, Süleyman! Oynadı orada Süleyman Piriyev. Elcan Sarıyev top oyuna daxil edir. Top meydandan çıxır. Qapıdan zərbə. 47 dəqiqə bitdi. Zirə mövsümdə ilk dəfədir ki, 2 top fərqi ilə, ardınca isə 3 top fərqi ilə hesabda geridədir. Heç vaxt 2 top fərqi ilə hesabda geridə olduğu an olmayıb. 1 top fərqi ilə olub, o da cəmi 7 dəqiqə çəkib. İlk dəfə məğlub ola bilər. Zirə buna çox yaxındır. Ancaq maç hələ bitməyib. Emil Abbaszadə irəliləyir topla. Ötürmə İbrahim Nağıyev. Nağıyev daha bir qol vurmaq olar. İbrahim! 66 nömrəli İbrahim Nağıyev komandasının 6-cı qolunu vura bilərdi. Xatay Bağırov. Samir Həmzəyev. İmaməli qaydanı pozdu. Cərmə zərbəsi olacaq. Dərhal başladılar. Nurlan Mehdizadə Zirə 14 tur qələbə qazanıb. 15-də məğlub olmaq istəmir. Amma məğlub olmamaq üçün bundan sonra 3 qələbə qazanmaq üçünsə 4 qol vurmalıdır. Vaxtsa yoxdur bunun üçün. Süleyman Piriyev ötürmə keçmədi. Nurlan Mehdizadə qarşıladı. Nurlan Mehdizadə keçməyə çalışdı. Alınmadı. İmaməli çıxarır top meydandan. Out. Xətai. Ağaseyid. Qasımov! Ağaseyid! Qasımov da qol vurur. Qapçıların hər ikisi fərqlənir bugün. 5-3. Fərqi azaldır Zirə. Ağaseyid əla vurdu topa. Orada heç kim heç edə bilməzdi. 5-3. İmaməlidən zərbə alınmadı. Elcan topu uzaqlaşdırır. Çıxdı top meydandan. Əllinci dəqiqədir artıq maçda. Ağaseyid Qasımov. Talih Babayev. Xətai, keçdi Xətai, zərbə alınmır, qayda pozulub, cərmə zərbəsi olacaq. 50 dəqiqə tamamlandı maçda. Zədəli oyuncu var. Cərmə zərbəsi yerinə yetiriləcək. Zirə futbolçuları son anlarda, son dəqiqədə hücum etməyə çalışacaq. Amma 2 top lazımdır onlara. Əvəzlənməli olur. Emil Abbaszadə. Zədəlindən o idi. Emil meydandan çıxır Abbaszadə. Xətai Bağırov. Altı yerinə yetirir Xətai. Ötürmə qapı qarşısına. İmaməli qarşıladı. Nurlan orada ilkin topa toxunur. 6-cı qol vurmaq olar. Cavid ötürmə Nihat. Ağayev. Ağayev. Nihat. Ağayev. 6-3. Xariqələr yaradır Sumqayıtda. 6-3
hesabı ilə Sumqayıt Zirəni məğlub edir. Maçın final üftüdə səslənir və mövsümdə ilk dəfə məğlub olur Zirə. Sonuncu turda liqa mərhələsinin sonuncu oyununda məğlubiyyətlə özləşir Zirə komandası. Sumqayıtı təbrik edirik. Artıq bütün cütlər bəllidir. Bütün playoff cütləri məlumdur. Hörmətli izləyicilər, bu maçdan canlı reportajımızı yekunlaşdırırıq. Günün ikinci oyununda yenidən görüşərik.